Ne giyinmez mən? Yollarda saxlayaq da Eldəniz. Markam zadım yoxdur, markalıq da. Bu tərəfdə olur elə şey. Deyirən ispartınızda şəpizə dalaq da ayıbdır. Deməsinlər ki, bunlara baxır, qışıdır. Pis giyiniblər. Şəhərə gedir, sadım ki də 20 yanvara getmişsə. 20 şəkildə düşünürəm ki, gör. Ha? Gör televizorda düşünürəm. Yo, oradan gəl otur. Ha, yo düşmüsən. Gedək şəhərə istəyir məni. Gedək elə şəhərdə bir yerdə otur. Yox, gedəcəm Gedəcəm Blackberry. Birinci gedirəm ora, hələ saat 4-də 5-də çağırır. Saat 2-dir. Gedəm Sibirskiyə oturam, ona çaydan zaten içəcəm. Biraz yeyəcəm orada da. Orada da yeyəcəm. Gördüm yeyəmirəm, Kulakov gətirəcəm evə. Fırlatmışam niyə də? Dəlisən sən. İşte ты по такое большое. Не могу. Yox, vallahi fırlanmamışam. O manikdə gətirsə deyil. Bəli. Salam babacığım, necəsiniz? Salam, sağ olsun. Necəsiniz? Mikrofondadır. Hə, nə olacaq ki? Hayır, həkimin adını deyəcəkdim onun üçün. Hansı həkimdir? Sum tanıyırsınız da yəqin ki Sumu. Nəyi? Sum tanıyırsınız Sumu. Çumo ne dayı bacı? Sumda, Sum mağaza, Targovda. Su mağazası ne var? Yo, mən olmamışam orada. Sumun yanında Dəyri Zöhrəli xəstəxanası var, ara yoldadır. Dərini neynəm ay xanım? Qulaq asın, tam deyirəm. ha. Orada kişi həkimi var, Yusif doktor. Hə, kişi həkimi var. Çox yaxşı həkimdir də, çox yaxşı həkimdir. Bax, Sumun yanında ara yol var. Hə, indi mən onun yanına gedib nə deyəcəm tutaq ki o həkimə? Probleminizi deyin ona. Düz bizim evin yanıdır orada. Mən bilirəm də. Mən başında dəfələrlə gedib ora. Hətta bizim uşağımız olmurdu. Bir neçə il idi. Yusuf həkim sayəsində olub. Hə, onun sayəsində. Gözəl həkimdir. Dəri Söhrəli xəstəxanasıdır. Orada yerləşir. Həkimin o yeri oradır. Yusuf doktor. Çox gözəl həkimdir. Həqqi. Vallahi yəni həqiqətən deyirəm də, mən əvvəl baxıram, istəyirəm sizi də, yəni ki, insanıq da, yəni bilməsəm olmazdı. Yusuf həkim, siz bir onu maraqlanın, gedin yanına, çox gözəl həkimdir. Elə bir də mənə baxacaq, danışacaq, fiso.